Hamıya salam. Bugünkü qonaqlarımız KS Motovlog. və Shadow Rider. mən də Elnur Felix olaraq bu gün ümumiyyətcə moto cəmiyyətdən danışacağıq və bəzi suallar var, bəzi cavablar var, bunları verəcəyik sizə. Əvvəla başlayaq. Apache moto sürənlər haqqında. Ən gözəli. Apache moto sürənlər haqqında. Bu hansı Apache'lər burada söhbət gedir? Ən əsası 16-17 yaşı olub və yaxud da ki, yaşı çox olsa belə hələ də özünü uşaq hiss edən, yolda kasksız, hər hansısa bir qoruma ekipmansız, 50 kub motosikli götürüb, qabağını qaldırıb, başqa bir maşına gedib dəyən, özünü bomba kimi yollarda aparan, yəni bildiyin canlı yeriyən kamikadzelər. Bu haqqda nə deyə bilərsən birinci məsələdə? Belə deyək Elnur, yolda üçümüz də belə deyək, bütün günü Bakı yollarındayıq, görürük hər şeyi. Bu Apache motosiklet sürənlər bir növ biker adına ləkədir. Nəyə görə? Çünki motosiklet sürənlər, bax buradan bütün izləyicilərə deyirəm, motosiklet sürənlərin hamısı eyni deyil. Necə ki Prius sürənlərin hamısı eyni deyil. Bizim aramızda dövlət işində işləyən də var, yüksək vəzifələrdə işləyən də var, kuryer işləyən də var. Bu o demək deyil ki, yəni bir nəfərə görə hamı bu siyahıda getməlidir. Çünki belə deyək də çox vaxt motosiklet maşının yanına falan gedəndə maşın güzgüsünü açıb eyni şey deyir. Siz motosiklet sürənlərdən bezmişik. Bizdən bezməmisiniz. Apache'lərdən bezmisiniz ki, biz də onlardan bezmişik. Nəyə görə? Çünki tam səmimi danışacağam burada. Yəni sənin kanalında, mənim kanalımda elədir ki, hamı səmimiyyətini ortaya qoyur. Bax belə deyək, sən əgər 50 kubluq motosikletinlə motosikletin qabağını qaldırırsansa, ya nə bilim arxasını qaldırırsansa, təkəri eşitdirirsənsə və bunu cəmiyyətə açıq yerdə eləyirsənsə, bu bir növ problemdir. Yəni mən bunun belə deyək, dövlət tərəfindən olan şeyləri qoyuram qırağa. Yəni bu cəriməsi falan filan bunları qoyuram qırağa. Nəyə görə? Ona da tam açıqlama verim. Deyək ki, sən qabağını qaldırdın, getdin, düzdür? Həmin vaxt motosiklet sözünə baxmadı, çıxdı altından. Və digər bir nəqliyyat vasitəsində maşında gələn bir ailə, uşaq sənə görə qəza elədi. Qardaş, onun o altından çıxa bilərsənmi? Mən bunu yenə deyirəm, hüquqi tərəfini demirəm. Vicdani tərəfini deyirəm. Avariya vaxtı, qəza vaxtı uşaq ya dünyasını dəyişə bilər, ya ciddi problemlər yaşana bilər uşağın səhhəti ilə bağlı. Deyək ki, sən də sağ qaldın, xoşbəxtlikdən sürücü də sağ qaldı və digər sərnişinlərin o vebalına belə deyək də, niyə girirsən? Sən nə deyə bilərsən bu haqqda? Valla sözün açığı motosiklet sürmək ümumiyyətlə özünə görə bir sənətdir. Yəni, biz bu işlə məşğuluqsa, bu işə məsuliyyətsiz yanaşmaq, bu işə laqeyd yanaşmaq düzgün deyil. Yəni belə sürmək tərzi ilə, belə necə deyim, özünü xuliqan kimi tanıtmağa çalışmaqla, yəni insanlara daha da mənfi təsir ötürürsüz. Motosiklet sənətini, motosiklet sürməyi insanlara pis tanıdırsınız. Motosiklet sürmək çox gözəl bir şeydir. Kimisi bunu həvəs üçün sürür, kimisi öz işi üçün sürür və yaxud da başqa. Bu sənəti pis tanıtmaq ümumiyyətlə bizə zərər verir. Yəni bilsən bahalı bir hobidir və sadəcə bizim ölkədə belədir ki, motosikl sürənə baxanda deyirlər lap, yəni bu 13 mindir də bunun qiyməti də, 12800-dür, üstünə gəldikcə 13 min nə qədər gəlib başa çıxır. Qardaş, bu ucuzvari bir şey deyil də. Buna baxıb deyirlər ki, 3-4 mindir yəqin bunun qiyməti. Nəyə görə? Çünki yolda onsuz da gördükləri xırda kublardır. Plus da onu sürən 16-17 yaşında yeniyetmələrdir. Bunu da görür, artıq öz oğluna, öz qızına icazə verəcəksə motosikl sürməyə. Deyir ki, yox, mən vermirəm. Niyə? Keçən gün yolda gedəndə gördüm ki, bir dənə motosiklet getdi, özünü çırpdı maşına. Oğlan da öldü. Başı partladı, öldü. Sən qaldırsan orta yerdə. Mən qıraqdan bir motosikl sürən, sən, mən, o artıq yolda gedəndə maşın sürücüsü baxıb deyir ki, bu 100% elə avaradır. Bu adamın heç yerdə anlayışı yoxdur. Bu adam heç yerdə işləmir. Halbuki bizim ətrafımızda hər biri vəzifədə işləyənlər də var, öz biznesi olanlar da var. Yəni artıq bilirlər ki, motosikl sürmək bir terapiyadır, bir sənətdir, bir başqa bir dünyaya keçişdir elə bil. Fərqli bir auradır. İndi inşallah ki, buradan da səslənirik. O sürənlər zaten getdikcə azalmağa doğru gedəcək. Görək dəyişikliyi görə biləcəkmi? Görək nə var ikinci mövzumuz? Yolda maşınlara yol verin. Olar buradan mən başlayım. Buyur. Yorulursansa mən özüm tutum. Belə deyək, baxın, motosiklet sürürük, tamam. Bir terapiyanın sən demişkən yaşayırıq. Amma ki, nəzərə alın ki, bu yolu sırf bizə görə yaratmayıblar. Bu yol, loru dildə deyəcəm, dədəmizin yolu deyil. Burada maşında gedə bilər, Kamaz da gedə bilər. Yəni bütün nəqliyyat vasitələri, icazə verilən nəqliyyat vasitələri bu yoldan istifadə edə bilər. Sən bir palasanı tutub gedirsənsə, o demək deyil ki, sənin
O palasan sənə özəldir. O palasada dönmə işığını yandırıb qabağa keçən də ola bilər, ötmə əməliyyatı eləyən də ola bilər və belə deyim də, deyək ki, hər hansı bir nəqliyyat vasitəsi görürsən ki, dönmə işığını yandırıb və sağ palasaya gəlmək istəyir. Yəni çətin bir şey deyil axı, tormozdur. Bas onu, qoy keçsin. Mən şahid olmuşam. %95 hallarda sən yol verdiyin maşın sürücüsü normalda bir-birinə avarini vurub sağ ol deyirlər axı. Qardaş ərinmir, pəncərəni asır, bir dənə də belə eləyir. Ya o sən nətər? Canımı ye də, elə canımı ye. Adama bir yağ kimi yayılır da o. Və yaxud indi bunun əksini deyirəm. Bu keçmək istəyirsən də qaz versən, girirsən arxasınca. Qardaş niyə də? Keçəndə nə olur ki, 1 saniyə itirmirsən orada. Və ən azından bu bayaq təbliğat dedik də. Həmin avtomobil sürücüsü sabahsın sənin yol qırağında qəza eləmiş və yaxud motosikletin nasazlığını görəndə o avtomatik yadına düşəcək ki, belə bir şey olmuşdu, saxlayacaq, maraqlanacaq. Həqiqətən sözü və qüvvət. Mən Sədərəkdən qaydırdım. Dostumla yol qırağında dayanmışdıq 2 motosikl. Yəni hamı keçdi. 1-2 dənə maşın var idi ki, gəldi dayandı ki, abi hər şey qaydasındadır. Motosikletə nəyəsə ehtiyacımız var. Yəni görürsən ki, həqiqətən bir ilgi əlaqə var da. Kimsə qəza eləyəndə bir də görürsən ki, maşın sürücüsü düşür deyir ki, abi yaxşısan, mənim qardaşım da motosiklet sürür. Bəs nəyə ehtiyacım var, köməklik eləyim. Yəni bu çox vacib bir şeydir. Həqiqətən də düzdür. Başqa əlavə edə biləcəyim bir şey var? Bir də bir şey deyim. Yollarda da belə deyək. Mən dəfələrlə başıma gəlib, bunu maşın sürənlərə də şamil eləyəcəm. Çünki biz sırf burada maşın sürənləri müdafiə eləmirik, nə də ki motosiklet sürənləri bir ilahi bir yerə qoymuruq. İkisində də günah varsa, haqlı olaraq ikisinin də günahını deyəcəyik. Deyək ki, belə deyək də, yolda gedirsiniz, probka bir prospektdə belə deyək. Köməkçi yoldan ora bir maşın qoşulmaq istəyir, öz başıma gələni deyirəm. O probkada saxlamışam motosikletimi, əlimlə işarə eləmişəm ki, qardaş gir. Yəni sən bir maşın ora girməklə mən orada heç nə itirməyəcəm. Nə də mənim arxamdakı çox belə bir vaxt itirməyəcək. Evet. İnanırsan arxadan maşın sürən məni siqnallayıb ki, niyə yol verirsən? Qardaş, niyə yol verməyim? Zaten gözləyirik də onsuz da. Sən də gözləyirsən, mən də. Nə olar ki, o yola girsə? Bir də bir şey dərk eləyin ki, ən çox bu U dönüşlərində baş verir. Sən o U dönüşü eləyən nəqliyyat vasitəsini buraxmasan, avtomatik o biri yolda bağlamış olursan. O yoldakılar da keçəmir. Deyək ki, bir yolun misal çəkimdə deyək ki, Ziya Bünyadovun gedən tərəfi açıqdır, qayıdan tərəfi probkadır. Sən gedən tərəfi buraxmasan, avtomatik oranı da bağlayırsan. Hər iki yol bağlanır. Nə keçsəli və daha çox sıxlıq, daha çox probka, daha çox vaxt itkisi. Biraz anlayışlı olaq da, yəni bir-birimizə qarşı. Yəni gözləyək, keçsin. İnan ki, sən bunu eləsən, sabahsın səni də buraxacaqlar. O qədər görmüşəm, avtobus sürücüsü belə maşınını saxlayıb əlinə şöp ki, keç qardaşım, keç. Çünki adamın təxəyyülü var. Dərk eləyir ki, mən onsuz da orada qalmayacağam. Mən ora girdimsə, Ayso, yan-bayan onsuz da aralardan keçib gedəcəm. Qısaca belə özətləməyə qalsa, yəni buradan nəyi çıxarda bilərik biz? Motosikl, maşın, tır, avtobus fərqi yoxdur. Sürücülük bir mədəniyyətdir və bunun təməlini qoyan elə biz yol iştirakçılarıyıq. Piyadasından tutmuş sürücüsünə qədər. Biz özümüz deyirik məsəl üçün ki, aeroport yolu gedirəm, yerüstü keçid var. Bu adam niyə yolun ortasından magistraldan qaça-qaça gedir? Vurub öldürəcəksən axı. Halbuki biraz da keçmişə nəzər yetirsək, biz uşaq olanda ailəmiz bəlkə də əlimizdən tutub o yolu keçirtməyə çalışırdı. Yəni sürücülük bir mədəniyyətdir. Biz özümüz buna əməl eləyirik və özümüzdən sonra gələnləri də əməl eləməyə təşviq eləməliyik. Belə düşünürəm mən. Əlavə eləyəcəyin nəsə var mı? Valla elə Shadow Rider nə dediyi kimi, sürücülük mədəniyyətdir də. Yəni bir-birimizə nə qədər yol versək, nə qədər sakit. mən də fikirləşmişdim. Elnurun və Shadow Rider'in dediyi kimi, yəni sürücülük mədəniyyətdir həqiqətən. Nə qədər səbirli olsaq, bir-birimizə şərait yaratsak, yəni kimsə kiməsə yol verməklə nə dünya dağılmır, nə də yəni orada böyük bir vaxt itkisi olmur. Yol verək, səbirli olaq, sürücülük mədəniyyəti artsın, hər şey super olacaq. Eynən də hər şey buradan başlayır. Üçüncü bizim temamız Motosikletlər araya girəndə özünüzü göstərin. Yəni bu nə deməkdir? Bu mövzu mənim ən xoşladığım mövzulardan biridir. Baxın, mən həm maşın, həm motosiklet idarə edirəm. Eyni zamanda sən, motovlog bilmirəm, maşın idarə edirsən, Allah da yaxşısın qismət eləsin. Məsələ nədir? Baxın, deyək ki, mən sağ palasada maşınla gedirəm, düzdür? Mən sağ palasada maşınla gedəndə ən sağdayam. Sağımdan heç bir nəqliyyat vasitəsi gözləmirəm. Nəyə görə? Çünki yer yoxdur maşınlara girməyinə. Motosiklet istifadə eləyən sürücü, biker, sən o aralara, o sağ palasaya girirsənsə, sağın sağına belə deyək. Sən riskdə göz alassan. Qapının açılmağında göz alassan.
ani maşının refleksində nəzərə alasan. Hər bir şeyi nəzərə almalısan. Yəni belə deyək də, o araya girəndə orada qəza riskini gözə alıb elə girəsən və girsən belə sən ora 60-70 getməli deyilsən. Elə bir sürətlə getməlisən ki, dayana biləsən. Çoxumuzun başına gəlib və hətta əminəm ki, sizin də başınıza gəlib. Aralarla gedəndə anidən bir piyada deyək də çıxıb. Sən onu saxlamağı bacarmalısan. Çünki qayda qanunla nə deyəcəksən indi? Sən piyadaya adrenalin yüksəlir axı. Sən niyə bura girirsən? Qardaş, sən girməlisən ora. Sən motosiklet sürücüsü, girməlisən o araya. Aysu, sağdan ötməli eləməli deyilsən. Ötməni qoy qıraqalab, aralarla gedirsən. Bizim ölkədə ona qanuni cəhətdən icazə yoxdur. Motosiklet sürücüsü, motosiklet deməyim, motosiklet sürücüsü aralardan keçə bilməz. Düzdür, indi qayılar göz yumur. Bəzi vaxt başa düşürlər. Çünki Avropada var bu. Filtrləmə var. Filtrləmə də ki necə olur? Məsəl üçün, burada sənin sözü və qüvvət. Sən hansı sürətdən getdiyini özün müəyyən edirsən. Çünki yol məsəl üçün 90-lıq yoldur. Amma görsən ki, 100 metrdən sonra hamı 60-dan 50-dən gedir. Niyə? Biraz tıxac var. Biraz bu maşınlar artıq yavaş-yavaş gedir. Sən bilirsən ki, bu adamlar 50-60-dan gedirsə, sürəti ona uyğunlaşdırmalısan. 50-dən getir. Hətta sən yəni sırf aradan gedə bilirsən deyə 90-la getməyin heç bir mənası yoxdur. Birdən-birə hansısa maşın səni görmədi. Kim fikirləşir bu dəqiqə yolda? Mən özüm maşını sürürəm, deyirəm ki, baxıram ki, qabaqda bir dənə maşın keçdi, o zola keçmək istəyirəm. Güzgüyə baxıram. Amma kimsə əlində telefon olur, kimsə nəsə eləyir. Düzdür, telefon da olmamalıdır. Bütün gün yolda gedəndə hər adamın əlində, hər maşın sürücüsünün əlində bir dəfə telefonu görürsən. Ya qulağındadır telefon, ya əlindədir telefon. Hətta onu sürməyindən bilirsən ki, bu adamın əlində telefon var. Təcrübə. Allahın olsun. Yəni onu yaşayırıq da. Ona görə sən ona uyğunlaşdır. Sən öləndən sonra, sənin başına hadisə gələndən sonra sənin haqlı olmağın heç bir mənası yoxdur. Oldu bitdi, öldün. Maksimum onu da gedəcəklər. Ki, haqlı olmaq deyirsən, o araya girib belə sürətlə getmək haqlı olmaq deyil. Bunu da deyək. Çünki həqiqətən haqlı bir şey deyil də. Sən aralarla, mən görmüşəm, ən çox da bəyək birinci mövzuda Apache motosiklet sürənlərə sözümü gətirirəm. Aralarla saxlayırsan deyirsən, qardaşım, tutaş deyir, niyə belə eləyirsən? Verilən cavab bilsən nə olur? Hər qoyun öz ayağından. Qardaş, bizim ölkədə hər qoyun öz ayağından deyil. Elə bir şey yoxdur. Bizim ölkədə sənə görə mənə ayağımdan asacaqlar. Halbuki mən o vaxt evdə oturmuşam, çayımı içirəm. Bir şey deyim. Bax, sırf buna görə keçən gün bir dostum dedi. 20 yanvarda deyir, dayanmışam, taksi şoförüdür də özü. Dayanmışam, gördüm bir dənə Apache, 16-17 yaşında uşaq, başında kask yox. 20 yanvarda bu belə gəldi qayların qabağına, təkərini qaldırdı, keçdi. Qaylar gözünə döndüyüm neylədi? Getmədi arxasınca. Dayandı orada, çağırdı evakuatoru, reyd təşkil elədi. Bütün gələn nə qədər evinə çörək aparmaq istəyən kuryer varsa, nə qədər motosiklet sürən hobisi olan insan varsa, hamısını saxladılar. Bacardıqları, məsələn, sənədlərində əski olan, bir şey olan getdi ştrafnaya. Yəni bir nəfər oradan keçir, bunu eləyir və gedir. Biz belə bir sənəcə 50 milyon əhali deyilik ki, hər adam öz ayağından asılsın. Bu 10 milyon əhali, Azərbaycanda da, məsəl üçün Bakıda da olsun 1 milyon adam. İstər-istəməz deyirlər ki, bu adam bunu elədisə, o bir tərəfdə də o bunu eləyirsə, qoy hamıya da qarşı keçirək, qoy hamısı ağıllansın. Bir də söz və qüvvət bir şey deyəcəm. Düzdür, bu videodan sonra üçümüz də Apache motosiklet sürənlərlə düşmən olacağıq. Təkərimiz adı partida bilərlər, göz alırıq, o heç. Belə bir şey deyim də, deyək ki, bu Apache motosiklet sürən, qabaq qaldırdı falan filan, bu tip şeylər və reyd keçirirdi. Hamı bilir ki, elə ailələr var ki, sırf çörəyi o kuryerlikdən çıxır. Elədir. Yəni evə 20 manatla gedirsə, kuryerliyə görə gedir. Başa düşürəm indi prava almağa vaxtı ola bilməz və yaxud alma qaydasını bilməz ki, son çarə kuryerlik eləyir. Sən elədiyin hərəkətlə onun o son işıq yeri var, orada barmağını tıxıyırsan. Belə bir sual verim də, üzümü tutum kameraya, belə bir sual verim. Bu adam sabahsı gün ailəsinin yanında pərt olsa və kişilik qüruru buna imkan verməsə, özünə qəsd eləsə, yaxşı mı olacaq? Yəni son işıq yeri kuryerlikdir. Sən də ora barmağını tıxıyırsan. Demirəm, yəni danışdırsan deyəcək, qardaş, bir dənə mənəm. Elə oradan başlayır da, sən eləmə, o eləməsin, bu eləməsin. Hamı normal sürsün, demirəm aralara girmək. Gir, özünü göstər, gir. Ən azından siqnalını ver, miqatı. Valla mən özüm də araya girirəm də. Mən girəndə anidən bip belə eləyirəm, maşın yol verir mənə. Ay so. Keçəndə də bir dənə market atıram. Hə, bir dənə o keçəndə də nə xoş gəlir mənə. Keçəndən sonra belə deyim də, o aradan. O yol verib axı, məndə bir o canıma rahatlama var. Bir dənə eyvallah qardaş belə eləyirsən, o da ay so. Bu bir sənədir. Əlimi qaldıram havaya ki, çox sağ ol. Yanından keçdim. Yəni belə şeyləri təbliğ eləyin də. Valla
tam açıq deyim. Mən də qabaq qaldıra bilirəm, Elnur da qabaq qaldıra bilir, KS Motovlog da qabaq qaldıra bilir. Bunu hamımız eləyə bilirik də, bunu nəqliyyata bağlı yerdə elə. Demirəm eləmə. Elə içində motosiklet tutkusu varsa zaten eləyəsən. Amma nəqliyyata bağlı yerdə elə. Heç kimə zərər vermə. Öz motosikletinə zərər versənsə gözə alırsan. Öz canındır, öz malındır. Mən sənə heç bir şey deyənmərəm. Mən Feridosun fikirləşdiyimdən eləmirəm. Amma nəqliyyata girib bunu eləyirsənsə, bir zəhmət bu açıq deyəcəm, bu söyüşləri qəbul eləyəsən, bu sözləri qəbul eləyəsən. O deyirsən, kimin sözü var mənim üzümə gəlib desin. A qardaş, güya onu eləyəndə bilmirsən deyəcəklər. Hə. Səhv deyirəm. Düzdür. Arada mikrofonu da tut. Hə. Sən bu haqqda nə deyirsən görək? Valla mən bir məsləhət verə bilərəm Aha. aralara girmək barədə. Sizin dediyiniz hər bir söz, yəni sözbə-sözünə hamısı, cümlə-cümlə hamısı düzdür. Bir dənə məsləhət verə bilərəm ki, çalışın aralara girəndə məndən sizə məsləhət, maksimum sürətinizi 30 eləyin. 30-35 arası. Həqiqətən ümumiyyətlə yolda, yəni Shadowrider'ın da dediyi kimi qanuni olaraq biz əslində aralara girməməliyik. Və bizə yol vermək məcburiyyətində də deyirlər. Yol verirlərsə, bundan da biz sui-istifadə eləməyək. Düzgün formada istifadə eləyək. İndi onlar bizə şərait yaradır. Polislər sağ olsunlar, göz yumurlar, sürücülər bizə şərait yaradırlar. Biz də neyniyək? Bundan sui-istifadə eləyib da sürətlə aralara girməyək. Biz deyəndə özümüzü yox, yəni başqalarını da hamını nəzərdə tuturam, motosiklet sürənlərin hamısını nəzərdə tuturam. Aşağı sürətlə, kimisə güzgüsünə belə-belə ara ata-ata getmədən, yəni ola bilər güzgüdür, məsələn, motosikletə təzə başlamısınız, qabaretini bilmirsiniz motosikletin. Səhvən kimisə güzgüsünə dəyəndə qırılmasa belə çönüb bir üzürü sayın, bağışlayın. Onsa gəlib kimsə bizi öldürməyəcək bir dənə güzgüdən ötürü. Yəni orada qırıntı, çıxıntı yoxdursa, problem yoxdur. Var, lap qırıntı var, sığorta var. Bir də o bayaq elədiyi bir də elədə zəhmət olmasa. Belə-belə. Ona bir dənə ərəb mahnısı qoyarsan. Belə. O çox düzdür. 35 də yaxşı bir sürət həddidir. Nəyə görə? Ani moment nəsə bir şey oldu. Maşın birdən-birə qabağa çıxdı. Qapısını açır. Yoldadır da, bəzən də olur. Eləmək olmaz ha. Yəni sürücülər bunu eləməsin. Orta zolaqda bir də görürsən ki, deyir sağdakı avtobus zolağıdır. Orta zolaqda saxlayır, qapını açır ki, düşsün. Mənim keçən gün başıma gəldi, burada Koroğlu körpüsünün üstündəykən. Pirus gəldi birdən-birə. Dayandı, qapısını açdı, adam düşdü. Körpünün üstündə. Mən onu görmüşəm. Qapını açıb tüfürəni görmüşəm. Aha, mən bildiyin qapını açdı, adam düşdü, adamla belə göz-gözə gəldim. Belə mən buna baxıram, adam mənə baxır. Rabbin kimi. Hə, sənin Rabbin kimi. Bir də sağa da döndüm, gördüm polis keçir. Görmədi amma bunu. Polis keçirdi, maşınları deyir ki, sola sıxlaşın, çıxıb gedirdi də. Yəni dedim indi mən burada adamı vursaydım, günah təbii ki ondadır, amma mən nəyə görə bir ay bunun zapsasını gözləyim, sığortadan əlləşim, nə edeyim? Qəribədir. Növbəti nəyimiz var? Növbəti bu səfər həqiqətən düşmən olacağıq. Ayda. Moto təlimlər. Hə, moto təlimlər. Belə deyim, baxın, moto təlimlərdə bizim çox dostumuz çalışır, yəni belə öyrədirlər, sağ olsunlar. Amma ki, bəli, xətirlərini çox istəyir, yerləri əzizdir. Bu moto təlimlərə bir dənə belə fikir bildirəcəm. Motosiklet sürməyi gələn adamlara tam doğru, düzgün öyrədin. Öyrədənlər var. Var. Mən keçən dəfə bir xanım var idi, yolda dünən də, qardaşım, niyə keçən dəfə? S150 sürürür, görürsə məni özü yazar. Gəldim yanına, yer istədim ki, onlar mən motosikletimi qoyum, işə girirdim. Çünki ora qoyuram, düşürəm işimə. Gəldim, gördüm arxaya verənmir, dedim nə olub? Deyir, arxa çox ağır gedir. Avtomatik ağla nə gəlir? Samatarmajen yer, nəsə düzgün deyil, nakladkanı da təzə dəyişib. Motosikleti qaldırdım, dedim arxa təkəri fırra bir dənə, görəm ağır gedir. Nəysə, indi ustalara da buradan keçid eləyəcəm, amma hələ ki bunu deyim. Deyirəm ki, belə halda sürmə də, çünki o deməli sənin nakladkan önce dirənib apır. Niyə sıxır, qızır bir yerdən sonra tutmayacaq və qəza baş verəcək. Qayıtdı ki, mənə təlimdə deyiblər ki, soruşdum ki, hansı torumuz istifadə etsin ən çox? Dedi, arxa. Dedim, niyə də? Yəni səni saxlayan qabaq torumuzdur. Qayıtdı ki, mənə təlimdə deyiblər ki, birinci arxa tormuz və onu deyən təlimin adını da mənə dedi. Tanıdığımızdır və adını deyəcəm, mən çəkinmirəm. Çünki mən həmin adamı da tanıyıram. Dedim, kim deyib? Dedi, Motobakudan Mərdan. Dedim, mən Mərdanı illərdir tanıyıram. Mərdan sənə mexanika motosikletdə heç vaxt deməz ki, səni saxlayan arxa tormuzdur. Ola bilər, şok tormuzu falan izah eləyər, arxa qabaq hər ikisi bir yerdə, amma sənə arxa tormuzla dayan sözünü deməz. Dedim, istəyirsən yığım Mərdanı, problem deyil. Yığım soruşum da. Çünki mən bilirəm axı adam elə bir şey deməz sənə. Yo, belə elə. Başa düşdüm ki, elə bir söhbət olmayıb. Ki, olanlar da var. Baxın, təlimlərdə xoşlamadığım şeylərdən biri nədir? Motosiklet sürməyə gələnə birinci qaz verməyə öyrədirlər, sonra tormuz verməyə öyrədirlər.
Halbuki birinci dayanmağı öyrənməlisən. Olarmı ki, bunun dayanmağını başa salın, sonra qaz verməyini başa salın. Yəni bizə nəyə oxşayır bir növ? Getməyi öyrədirlər, bə dayanmaq. Sənə bir sual verim, elə tam belə üçümüzə də verirəm belə. İlk dəfə motosikli necə öyrənmisən? Və öyrəndiyin ilk şey nə olub? Belə deyim, mən rəhmətlik altın elbisəli adamın videolarına baxmışam. Mən də. Amma tema nə olub? Qonşumuzda bir dənə Twister var idi, Polo. Gördüm qardaş, bir gün səhərə kimi altın elbisəli adamın videolarına baxırdım. Baxdım, salam mələkçi. Çıx get videonu çəkək. Hə. Baxdım səhərə kimi. Səhər getdim, Polonu aldım, Twister yox, bir üst modelini. Avtomat deyəndə variator karovka. Abi sürənmirəm. Mənim ömrümdə velosipedim olmayıb. 10 metr qabağa belə sürənmirəm. Vəziyyətə bax, mən almışam, qonşumuz taksi şoförü minib mənim motosikletimi, mopedimi gətirib məhliyə, biz o maşından gəlmişik məhliyə. Və məhlədə bir gün qabağa dala, yola da çıxamıram. Ona verəm ki, sənlə ki, benzin vur ki, məhlədə biraz da sürüm. İkinci gün Əhmədliyə gedirdim, dedim, gedəcəm. Oturdum, çıxdım yola. Taksi şoförü deyirəm ki, qaqa, Əhmədliyə ilə tərk edim, həmiş taksi ilə getmişəm, bax, özüm sürməmişəm. Nəsə düşdüm bir dənə avtobusun dalınca gedirəm. Avtobus dayanır, mən də deyirəm. Gedir, mən də gedirəm. Və bir vahimə gəlir ki, maşınların kölgəsi belə də. Elə daha sonra mexanika keçidə təlimə müraciət eləmişəm. Təlimdə öyrənmişəm, amma ən mundar şey nədir o təlimin? Təsəvvür elə, variatorla gedirsən təlimə, avtomatla gedirsən təlimə, oturursan mexanikaya və oradan təzədən qayıdırsan öz mopedindən getməlisən axı. O qədər olub ki, mufta əvəzi arxa tormuz basmışam. Yolda getdin, arxa bir dənə belə oynamaq oynayır. Bunu da qoyarsan o videoya. Oynamaq. Belə deyək də, öyrənmişəm və ən maraqlı şey də deyim, mən mexanikaya keçəndən sonra bilmişəm ki, altın elbisəli adam Babuş rəhmətli olub. Mən də onu bir müddətdən sonra bilmişdim. Sən də danış, çox qəşəng bir şey danışacağam mən də. Valla mən ilk dəfə motosikleti bizim öz istehsalımız olan Tufan S50 modeli üstündə öyrənmişəm, pol avtomat. O hamının tarixində, motosiklet tarixində bir Tufan S50 ya da M50 olmalıdır. Çox böyük ehtimal S50 olur, o da pol avtomatdır deyə. Mən ondan öyrənmişəm. O da ki, mən əvvəldən maşın sürürdüm, yəni yolları falan əzbərə tanıyırdım. Yəni yol qayda qanunundan da xəbərim var idi deyə yola çıxmaq mənim üçün rahat idi. Özdə limited S50 sürürdüm, yəni necə deyim, beyninə falan müdaxilə olmuş S50 deyildi. Həqiqətən 45 ilə gedirdi. 45-də dirənirdi motosiklet, redline vururdu. Onunla başlamışam, sonradan biraz beyninə artırıb 80 falan filan, sonradan keçdim. Demə, elə şeylər. İndi mən deyim. Beyninə artırmışam, yəni oturub başa salıb söhbət edib motosikletlə. Biraz belə kitab oxumuşam ona, ondan sonra 90-dan gedib. Oturduq, söhbət elədik, başa saldım, dedim ki, bəlkə biraz sürəti artıraq, necə eləyək. O da dedi ki, hə, hazırsansa artıraq. Ondan sonra başladım, sonra ilk mexanika motosikletimi aldım, dedim ki, mən bu vaxta kimi motosiklet sürmürmüşəm. Mexanikaya keçəndən sonra bildim ki, motosiklet bu imiş, sən demə. Pol avtomat motosiklet deyilmiş. Məndə indi necə olub? Mən hardasa oturub bir həftə ancaq videolara baxmışam. Bilirsən, Azərbaycanda yox idi. Azərbaycanda bir dənə var. Dubayda yaşayan cavan oğlandı. İndi ailəli də özü də. Dubayda yaşayır. R6 sürürdü ən axırıncı baxdığım. Moto ekspert idi. Səhv eləmirəmsə, inşallah video qabağına çıxsa izləyər. Yəni həm onun videolarına baxırdım, həm altın elbisəli adamın videolarına baxırdım, həm də Prosofinin videolarına baxırdım. Bu üçünə baxırdım, davamlı olaraq nəsə öyrənməyə çalışırdım. Getdim ilk dəfə motosiklet sürməyə, gedib özüm üçün alanda başlamışam. Yəni getdim, girdim NMB-yə. Dedim ki, mənə bir dənə motosiklet verin. 49 kub olan, yəni 110 kub, nəysə də, 49 olan. Getdim, oturdum. Dedim ki, bu mənim üçün bir dənə çölə çıxarın. Çölə çıxartdılar. O vaxta qədər də davamlı olaraq beynimdə, yəni öyrənmişəm ha, amma praktik eləməmişəm. Yarım saat o NMB-nin həyətində öyrənmişəm. Yarım saata. Özü mexanika. Birbaşa dedim ki, mən mexanikadan başlayım. Çünki gedib alsam, S50 alsam, bir müddətdən sonra onu keçmək var filan. Sənə deyim, bax, Masazırdan Nəsimiyə 4 saata gəldim. Yolda tanımıram. Telefon tacağım da yox. Telefona belə baxıram. Bir tərəfdən belə özdə gedirəm, motosiklet sönür. Arxa yollardan. Mən söndürürəm. Muftan düzgün işlədə bilmirəm. Görürəm ki, motosiklet sönür. Deyirəm, bu nədir ala? Maşında heç belə bir şey yoxdur da. 4 saat ərzində gəldim Nəsimiyə çatdım. İlk 3 gün çox qorxdum, amma sürdüm. İlk 3 gün sürdüm. Motosiklet almağa gedəndə də əlimdə kaskla getmişdim. Kaskı almışam. Birinci qutqanı almışam.
Hər şey almışam, əlimdə elə getmişəm ki, vəsə mən motosikletə götürürəm, kaskı taxıram, sürürəm, gəlirəm. Əslində Elə olan öyrəndim. qısa qolda gedib şortikdə. Sabrina kask. Onu Aristiz sürəndə gəlib mən kim deyim, Şahrizdə gəlib deyir ki, deyir o mən səni gördüm yolun ortasından gəlsən, şorti, qısa qolda, başında kaska, hara gedirsən belə? Dedim, neyniyək da yəni? Bir də indi söhbətdən çox yayındıq. Bir də təlimlərdən daha çox qulağıma çatan eşitdiklərim. Bax, xanım sürücülər bildiyiniz kimi çoxalıb. Daha da çox olsun təki. Ki mənim yəni xanım sürücülərin sürüşü cəhətdən ən çox bəyəndiyim onlar deyim. De. Bəlkə qabağınızda çıxar Sevinç Çalış. Hə. Ən çox bəyəndiyim odur sürüş cəhətdən. Çünki Sevinç Çalış nə sürür? Kawasaki. Mən onda görmüşdüm axırıncı dəfə. 600-lük səhv eləmirəmsə. Adam hakimdir bayka. Hə. Və yaxud da heç bir videosunda görməmişəm. Hər hansı bir maşın yaxınlaşsa, belə şeylərini görməmişəm. Xanım sürücülər təlimlərə gedəndə ən çox yaşandığı problemlər və deyirlər də istərsəməz qulaqdan qulağa Eşidirik. bəzi təlimlər xanım sürücü görəndə bir yaxınlıq hiss eləyir. Lori dilə keçirəm, girişmək istəyir. Ay, Sonra da deyirsiniz ki, xanım sürücülər niyə sürənmir? Sürənməz də qardaşım, gələn qaçır. Sən öyrətmirsən axı, patxı deyirsən. Gələn qaçır. Hə. Ki bir şeydə nəzərə alın ki, hər motosiklet sürmək istəyən xanım ora kimlənsə tanış olmağa gəlmir. Hə, gələnlər ola bilər. Ona heç nə demərəm, öz həyatı da özü bilər. Amma ki, hamıya eyni rakursdan baxmayın da. Yəni bu düzgün bir şey deyil. İndi deyəsiniz ki, hansı təlimdə adını da çəkin. Bundan sonra bu söhbətlər biraz da çox olsa, inanın ki, çəkəcəm. O adını da çəkəcəm və gedib onların özünlə də təşkil eləyəcəm ki, belə bir söhbət deyirlər sizin haqqınızda. Düzdürmü? Düzdürmü? Desələr yox, həmin xanımla əlaqəyə keçib qardaş deyir də, o da olmayan yerdən üstə çıxmaz. Hə, şər kimi atırsa, tamam. Özünüz qanuni yolla həll eləyin. Ay, sağ ol. Ki bu Orada da şər bir varsa, haqqını tapsın. məktəbin, bir qurumun belə deyək də, Prestijini aşağı prestijini salmaq. Ona görə də yəni müəyyən qanunda yerlər var. Yox, əgər doğrudursa, onda prestij həqiqətən də düşməlidir. Çünki elə bir şey yol verilməzdi. Mən belə bir şey eşitmişdim. Yəni bir xanım takipçim var idi. O mənə yazmışdı ki, bəs motosiklet sürməyi öyrənmək istəyirəm. Dedim ki, get bəs müraciət edə bilərsən. Mən o şeylərə baxmıram da. Öz motosiklet sürürəm, amma əlavə motosikletim yoxdur, kimisə öyrədim. Dedim ki, müraciət edə bilərsən. Nəsə getdim, müraciət elədi. Dedim yəqin ki, müəyyən bir qiymət beyində tutulacaq, müəyyən bir prosedur olacaq. Sonra bir 3 həftə zad keçdi. Ondan sonra yazdı ki, bəs mən motosiklet sürməyi öyrəndim. Dedim, necə öyrəndin? Dedi, getdim. Məndən pul zad almadılar. Qəşəng pulsuz bir şəkildə mənə motosiklet sürməyi öyrətdilər. Adını de, mən də gedəcəm. Dedim, yəni mən bu dəqiqə Elnur Felix kimi durub getsəm ora, mənə belə deyəcəklər ki, 200 manat ver. Hə, gəlsənə köhnə qiymətləri indi. Hə, o qalxa da bilər. Yəni heç deməyəcəklər ha ki, yəni onsuz da mənə bir şey öyrədə bilməzlər. Sadəcə olaraq ümumiyyətcə deyəcəklər ki, 500 manatdır qardaş və yaxud da 1000 manatdır. Bəs yaxşı qıza niyə pulsuzdur? Və niyə məsəl üçün gedib onunla bir yerdə artıq gedib bir motosiklet seçirsiniz? Mənlə bir yerdə istəsə motosiklet gedib seçmir. Mən gedib tək almışdım mən motosikletimi. İlk motosikletimi almağa gedəndə yanımda istəsə yox idi. Allahın olsun, dostum belə yox idi mənim. Ondan sonra dedim ki, mən moto cəmiyyətə girəcəm və moto cəmiyyətdə bir birlik yaradacağam. Ətrafda həqiqətən də düzgün insanları çəkəcəm. O bu cəmiyyətin içərisindən belə yararlanmağa çalışan insanlar getdikcə gözdən düşsün. Bizim kimi insanlar ön plana çıxsın. Bə niyə elə adamları çəkirsən hələ də? Elə insanları çəkmirəm artıq. Özümüzü deyil. Çəkmirəm. Get burdan. Bizim ən xoşuma yəni gələn cəhətimiz nədir? Özümüzü gömə bilirik. Aysə gömürük. O özündən zarafat eləyən adam da özgüvən tavandır da, bilirsiniz yəni. Hə, yəni bu tip şeyləri belə deyək, yenə söz vermədin. Yox, verəcəm indi gözlə. O ballı turtam. Gözlər özünü. Bu tip şeyləri moto təlimlərdən xahiş edirəm ki, yəni qutaraq da, yığışdıraq. Qutarın. Bəsdir day. Valla çox qısa bir sözüm var bu barədə. Bəsimdir. Söz. Yəni moto təlim keçmək, moto təlimçi özünə müəllim adlandırır da, düzdürmü? Aha. Yəni motosiklet sürməyi, motosiklet sənətini falan hər şey qoydum qırağa. Yəni müəllim kimi insan. Yəni o sizin dediyiniz o məsələn hansısa bir qıza patxot niyyəti ilə ya başqa bir niyyətlə, başqa bir gözlə baxmaq müəllim kimi insan ona özünü sıxışdırmamalıdır. Yəni bu düzgün bir şey deyil. Necə ki məktəbdə, yəni burada indi biraz moto təlimdir, müəllimdir arasında yaş fərqi olmur, amma belə qıraq tərəfdən baxanda məktəbli bir müəllimin
azyaşlı bir şagirdə, yəni o gözlə baxmaqla bu eyni səviyyədə tutulur. Eynən. Çünki müəllim və tələbə, şagird münasibəti olmalıdır. Ondan əlavə keçmək olmaz. Ola bilər ki, insandan xoşu gələ bilər. O da ki, 1000-də 1 olar. Yəni bu hal bir dəfə təkrarlana Hər bilər. gələndən xoşun Hər gəlməz. gələndən insanın xoşu gəlməyində o Hə. burada bir nəsə bir nüans var. Sarışındır. Bu da sarışındır. Bundan da xoşum gəldi. Bu birisi də sarışındır. Ürək 4 kamera aldı. Yəni maksimal 4. Max 4-dür də, yəni 4-cü damardan sonrası yoxdur. Və türklər bunu çox yaxşı qurublar ha. Yəni moto təlim türklərdə çox belə epik leveldədir. Mənə çox ləzzət edir. Adamlar həqiqətən də xaricə gedir, nələrsə öyrənir, gəlir yəni. Və çox qəşəng viraja yatmaqları düzdür. Türklər yaxşı sürmür. Sözün açığı, yəni necə yaxşı sürmür? Apati kimi sürür. Apati kimi sürür. Motosikletin yəni içindən keçir. Baxırsan ki 450 sardı məsəl üçün alıb, tak qabağını qaldırım qoyum, qabağını qaldırım qoyum. Yəni bu da motosikletdir də. Eyni şey Kawasaki-yə eləsən, bir yerdən sonra deyəcək ki, yaxşı da, imkan ver. Masklet. Masklet. Aysa bunların sürdüyü maskletdir. Amma öyrətməkləri yaxşıdır. Baxım növbəti temaya. Növbəti temamıza da bax. Biz də eyni zamanda verilişimizin baş sponsoru Bravo. Bravo. Çox istəyərdik motul yağı falan olsun. Hə, çox istəyərdik verilişimizin baş sponsoru Motul olsun. Çünki nəyə görə? Motul istifadə edirik. Sən də Motul istifadə edirsən. Mən də, sən də. Və yəni həqiqətən yaxşı yağ Motuldur. Buradan bir dənə xırda servislərə deyinəcəm. Ondan sonra da sənin növbəti şeyinə keçək. Servislər bəzən bir çox hallarda öz işlədikləri yağ markaları var. Okey, hər insan bir yerdən sponsorluq edir, oradan bir pul qazanır. Çox yaxşı, heç birində gözümüz yoxdur. Amma motosikl iqlim şəraitindən, markasından, sürüş tərzindən asılı olaraq yağı dəyişir. Yəni Azərbaycan iqlim şəraitinə uyğun mən Motulu görürəm ki, hamı deyir. Yəni ustalar belə deyir ki, Motul həqiqətən də yaxşıdır. Çünki başqa yağ tökürsən, sonra 500 kilometrdən sonra deyirsən ki, usta, mənim motorum tökdü. Spoiler verək bir dənə. Ver. Bu yaxınlarda old school garajda Royal, yəni tanıyanlar tanıyır, Suzuki Bandit sürür. Buradan salamlayırıq Royal qardaşımızı. Royal. Yeni bir belə deyək də avadanlıq quracaq ora. Yağın keyfiyyətini test eləmə. Ondan sonra biz istədiyiniz bir modeli yazasınız, yağını gedib götürəcəyik. Yaxşı olar ki, yağı özünüz alıb verəsiniz. Kasıb, faxiriz abi. Hər birinin 1 litrini almayaq da. Gedəcəyik orada yoxlayacağıq. Müəyyən o temperaturda özünü necə aparır, müəyyən o baskıda özünü necə aparır və həmin o qurduğu, belə deyək, nə deyək, avadanlıq deyək. Avadanlıq deyək. Həmin qurduğu avadanlıq xalqa açıq olacaq. İstəyən gələcək, yağını yoxlayacaq orada. Ondan sonra hansısa yağ şirkəti mənə zəng eləyib desə ki, mənim brendimi pisləyirsən, deyəcəm qardaş, mən pisləmirəm. Göstərici budur. Ki mənə bir dəfə zəng olundu, deyildi də. Mən də dedim ki, çox düz deyirsiniz. Birinci servisin özündən də maraqlanmaq lazımdır ki, niyə bunu tökürsən? Niyə bunu tökürsənin cavabı məni qane eləmədi şəxsən. Yəni 10-50 bir motosikl yağını niyə bu dəqiqə məsələn qış ayında tökürsən? Tembol'dakı o qədər də belə yüksək keyfiyyətli bir yağ deyil. Ustalar bunu tərifləmir. Mən onun 10-40 motul tökürəm. Çox da razıyam yəni. Yay, qış tökülə biləcək bir yağdır. Onların verdiyi cavab məni qane eləmədi. İndi onu ətraflı daha yaxşı araşdıracağıq ki, həqiqətən də bunların 10-50 falan marka tökdüyü yağ mı daha yaxşıdır, yoxsa Motulun 10-40-ı mı daha yaxşıdır? Bir də ustaları da burada biraz keçid eləyək. Son vaxtlar, o dünənki hadisədə olan da bu aporunun sıxması, təkəri belə deyək də, pərçimlənmə deyək buna, qoymur getməyə. Deyirəm ki, bunu ustada dəyişmisən qıza. Qız deyir ki, hə, usta deyib ki, bir az sür düzələcək. Bu bilsiz nəyə oxşayır? Bərbərə girsənə yulandan sonra düzələcək. Düzəlmir. Heç vaxtda düzəlmir. Yəni ki, buradan o həmin ustalara səslənirəm. Biraz kobud səslənəcəm, üzrü hesab eləyərsən. Belə də ki, özüm də paylaşacağam bunu öz kanalımda da, sənin kanalında da. Bax, həmin ustaya bir kəlmə söz deyirəm. Şərəf yoxsulu. Niyə adamın həyatını riskə atırsan? Yəni bunu öldürə biləcək bir şeydir. Bu maşın deyil, bir naklatka orada sıxdı, bir təkər tüstülədi, yanğın söndürənlə fişdələdik, söndürdük. Bu həyatı bu motosikletin üzərində olan həm də xanımdır. Neyniyəcək? Yolun ortasında qaldı, çöllükdə qaldı. Bu adam neyniyəcək? Qalmağa qoy qırağa. Arxa təkər bir dənə kilitlənsə, arxa qaçsa model olaraq S150-dən söhbət gedir. Temboli, heç nəyi yoxdur yəni, bu öldü. Sən sabah suyun necə ondan aldığı 20 manatı ürəklə yeyə biləsən? Necə yəni onu ailəvə apara biləsən? Bu şeylərə diqqət eləyin. Yəni nə vaxta kimi soxmaq söhbəti gedəcək elə. Haqqına qardaş, gəl mənim motosikletimi düzəltməyə 700 manat istə. Mən bilim ki, o tüdə iş görəsən. Düzdür, 700 verməyəcəm. Amma yəni də misal üçün deyirəm, haqqımı
layiqincə məndən istə və işimi layiqincə gör, canımı da verim sənə. Amma ki məni niyə riskə salırsan? Davam et. Ehtiyac yoxdur. Davam et. Sən də bir sözünü denən, sən də o vaxta qədər axırıncı bizim Tapmışam. hətta mövzumuzu denən. Ustalar barədə mən də bir şey demək istəyirəm ki, yəni bu Shadow'un da dediyi kimi maşın deyil də, bu ikitəkəri nəqliyyat vasitəsidir. Bunun üstündə can gedir. Çünki bizim necə deyim, bütün bədənimiz açıqlıqdadır. Yəni motosikletdə baş verəcək ən cüzi bir qəza, yəni Allah qorusun təbii ki də. Yəni ümumiyyətlə belə qəzanı çox dilə gətirmək də yaxşı deyil. Motosiklet sürənlərə buradan özümüzə də mənfi təsir verməyək. Prosta da yəni o ustanın gördüyü işə əsasən baş verəcək ən cüzi bir qəza ölümlə nəticələnə bilər. Deyirlər. Shadow'un da dediyi kimi, yəni sən səhəri gün necə bu vicdan əzabını yaşayacaqsan? Yəni nə də orada 20 manat, 10 manat artıq pul tutum, nə bilim nə və yaxud da belə ustalar da görmüşəm ki, qardaşım bu məsləhətlidir, bu yaxşıdır, bunu qoyaq üstünə, bu yağı vuraq. Əslində məsləhəti deyiləm. Həqiqətən maraqlanmaq lazımdır dərindən. Kimsə kiməsə sərf eləyir deyə, özünə sərf eləyir deyə ucuz yağı, ucuz keyfiyyətsiz malı, nə bilim Çin istehsalı olan, məsələn, ya nə bilim başqa ölkənin istehsalı olan zapçası, detalı motosikletin üstünə qoymaq. Səhər gün yəni sizə qaranti vermir onsuz da o ki, bu motosikletin üstünə bu detal 10.000 kilometr sizə zəmanət veririk. Sənə yalandan sadəcə pulu üçün orada gəlir əldə eləmək üçün deyir ki, əladır, eyb yox, Kitay istehsalıdır, nə bilim başqa istehsalıdır, əladır gedəcək, amma yəni eləməyin belə şey. Özünüz dərindən maraqlı. Ümumiyyətlə motosikleti belə bir məsləhəti vermisə ki, çalışın, motosiklet olsun, maşın olsun, fərqi yoxdur, nəqliyyat vasitəsi olsun. Bunu sürürsünüzsə, buna hakim olmaq lazımdır. Özünüzün də başınız çıxsın. Bir usta yağın dəyişəndə motosikletin bir yağla maraqlanın, bir motora bir baxın, əyilin demirəm, onu nəzarət eləyin, onu səhv iş görür deyə, yalan deyir deyə ona nəzarət eləyin. Özünüzün başı çıxsın. Ki səhər motosikleti Allaha and olsun, mən gözümlə şahid olmuşam ki, motosikletdir, yağ nə üçündür? Sepin yiyəsi yağ latdırım mən deyir. Bunu bir özün maraqlan, özün bir başın çıxsın, bir öyrənməyə çalış. Sən bunu sürürsən də, düzdür? Bu sənin öz malındır, öz şəxsi malındır. Sən bu işə sənət kimi baxırsansa, sən bu işin içində dərindən maraqlanmalısan. Niyə sepimi yağlatdırıram? Niyə yağın dəyişirəm? Niyə bu yağdan istifadə edirəm? Bu qədər. İndi son mövzumuza da keç, bir kameramız getdi onsuz. Son mövzumuz onsuz da motosikletə hakim olmaq idi. Ondan əlavə bir şeylər də deyim. Bax son vaxtlar görürəm motosiklet sürə-sürə canını açanları. Qardaş eləməyin. Çünki ani bir dənə aşağı yuxarı girdin. Belə bir şey eləmək olmaz. Sürdüyünüz motosikletə hakim olun. Bilin bu nəyə qadirdir. TikTokda keçən və qabağıma çıxıb, TikTokda reklam elədik burada. Qaqaş S50 ilə video çəkib arxasınca qayı. Motosiklet sürən qayıdan söhbət gedir. Motoqay. Hə, motoqay. Qardaş nə yazıb altına? Mən sağa getdim, motoqay düz getdi. Qardaş, S50 sürürsən. Yəni sənin büdcəvi aşağılamıram mən. Kimin gücü nəyə çatır onu sürür. Yəni sənə nə qədər məntiqlidir ki, 50 kub qoy sənin dilindən gücləndirilmiş 110 kub 1-2, yəni 1200 cc motosikletdən qaça bilər. Valla ikinci skor satmaz. Yəni qay ikinci skor satmaz. Bizdə qardaş səndə 200, səndə 155, məndə 450. Qardaş birinci skorsdan onsuz da səni çatırıq da keçirik də. Yəni heç bir yerdə aparmırsan. Başa düşdün? Yox, bir 1200 cc-lik Plus motoqaylar elə belə adamlar deyil ha. Yəni sürür hamısı. bildiyin keçmişin atıram çox güclü sürənləri sonradan gedir qəbul alır, bir şey olur, motoqayıya keçir. Yəni o insanlar elə belə sürən insanlar deyil. Yəni elə bilmə ki, səni sevir. Sadəcə o deyir ki, əlimdə qalacaq. Gedib ya da maşına girəcək, öləcək. Orada artıq qanun çərçivəsində qayının özündə olur günah. Hə. Ki qovaladın, o adam getdi, girdi orada öldü. Qovalama, götür nömrəsini, yaz. SL-də nə qədər nömrə varsa. Nömrə yoxdur. Bir də deyirlər qayıdan qaçmaq. Mən sizə bir dənə şey deyim də. Yəni qayı istəsə sənin getdiyin yol istiqamətində bir dənə süni probka yaradıb səni elə qəşəng tutar ki. Qırmızını vuracaq, Seydə Sveti vurdu, qurtardı getdi. Hara qaçasan? Bax, deyək ki, çıxdın bardiyorun üstünə getdin, düzdür? Sonra hara qədər? şəhərin hər yeri kameradır. Kamera izləyib gəlib məhəlləndən götürərlər səni. Ay sağ ol. Yəni niyə bu qədər şey eləyirsiniz də? Heç götürməyinə ehtiyac belə yoxdur. Götürüb bunu paylaşırsan sosial mediada. Onsuz da zəng vurur, sənin birbaşa nömrəvə zəng vurur, deyir ki, davay. Qardaş sən belə bir şey eləmisən, gəl görün bura. Nə məsələdir? Bir aydınlaşdıraq. Yəni pulun gedəcək. Puldan əlavə də qardaş bunun sutqalıq həbsi var. Ay sağ ol. Yəni nəqliyyatı təhlükəyə atırsan və bayaq dediyim söhbətlərdə həmin o qaydan qaçmaq istəyəndə getdin hər hansı bir günahsızın maşınına girdin
və içəridə nə bilim asması olan oldu, panik atakı olan oldu. Cəmaata problem yaşatdın da. Nəyə Əlbəttə ehtiyac ki. var? Problem yaşatma. Və mənə çağırdılar, fikirləş, yəni artıq motosikletlərə qarşı bir anti-təbliğat var. Bütün, yəni bu Azərbaycan üzrə hal-hazırda anti-təbliğat var. Çox sağ olun ki, yəni belə bir şərait yaratdınız. Halbuki bir 5 il əvvəl motosiklet sürən hər bir şəxsi görəndə deyirlər ki, ayda, yəni adam motosiklet sürür. Adam artıq evini, işini keçib ha, maşınını keçib motosiklet sürür. İndi baxır deyir ki, ayda buna bax bir dənə düşüb ortalığa motosiklet sürür. Bax Allahın olsun, həqiqətən də elə deyirlər. Vallahi elə deyirlər. Fikirləş indi üzdə olan mənəm. Mənim elədiyim xırda bir şeydən məni səhv tutub eləyirlər. Mənə cərimə yazırlar ki, hə qardaş, məsəl üçün də filan kəs gedir, qabaq qaldırdı, mən onu tuta bilmədim. Gəlirəm sən üzdəsən, videonu çəkib paylaşırsan sosial mediada, mən sənə yazıram. Məni görmüsən heç indiyənə kimi ki, hər hansısa bir videomda moto xuliqanlığı təbliğat edeyim. Mənim Instagramımda belə bu profil moto xuliqanlığı təbliğ etmir. Yazmışam açıqlama. Halbuki Amerikan lanet biker idi. Nə tər sığortalayıb özünə. Əsəbləşdim yazdım. Allahın dasın. Çünki elə bir şey eləmirəm mən. Bir də sonluq verək videoya. Mən belə sonluq bir şey deyim də. Baxın, əziz motosiklet sevənlər, əziz motosiklet sürənlər. Bizim ömrümüz bilirsiniz ki, motosikletin üzərində keçir də. Yəni bu gün motosikletə mindiksə, bilinmir 10 dəqiqədən sonra sağ qalacaq, qalmayacaq. O bir ara söhbət çıxmışdı. Motosiklet sürənləri üzməyin, onların yazdığı mesaj son mesaj ola bilər. Motosiklet sürənləri mən sizə qısaca izah edeyim. Heç kim kefindən motosikletə keçmir. Kim ki deyir, adrenalin sürət boş şeydir. 3 səbəbdən keçilir motosikletə. 1. Hər hansı bir travma yaşayır və ailədə başa düşülmür. Dərdini də heç kimə deyə bilmir. Bu. 2. A nöqtəsindən B nöqtəsinə rahat getmək üçün. 3. Son variantı odur, kuryerci eləyəcək. Çörək qazanacaq. Biz deyəsən ilk ikisindəyik. Yəni ona görə deyirəm ki, motosiklet sürənlər əslində bizi yolda görürsüz, başda kask, əldə əlcək falan filan. Yəni bunlara çox da şey eləməyin. Biz qıraqdan cool görsənə bilərik. Amma əslində vallahi o qədər də cool, yəni özünü dartan, özünü çəkən bir insan deyil. Nəyimiz var göz qabağında da. Yəni cool olub nə edəcək, hə? Görüntü bu. Görüntü bu. Heç nə yoxdur, yəni yaraşıq da yoxdur. Məndən 5 nəfər başında 8 dənə tük var, 5-i tökülüb. Ay yakışıklı da değilim. Yəni ona görə də bizlə əslində belə deyək də, gəlin 10 dəqiqə. Bu arada yalandan danışırlar, boş söhbətdir. Bu dəqiqə ortamdakı ən yaraşıqlı adam budur. Mən və bu. Mən motosiklet sektorunda ən yaraşıqlı adamı sizə deyəcəm. Bilmirəm mənlə razı olarsınız ya yox. Kimdir? Düzdür, özü bu dəqiqə aramızda olmasa da həmişə bizim motosikletimizin yanındadır. Babuş, altın liseli adam. O heç də, o hələ də ondan Karizma. karizma. Adam həqiqi karizma deyə. Allah rəhmət eləsin deyə, Allah rəhmət torpağı eləsin, bol hə. olsun. Onun timsalında bütün dünyasını dəyişmiş motosiklet sürənlərə. Hadi bir cümlədə sən dinən, sonlandıraq yavaş-yavaş. Danışma, deyil. Mən yazıq, mənə bu videoda söz verilmədi. Öz kanalımda baxarsınız. Paylaşmayacağam sizi. Atmayacağam videonu. Allah'ın da ya söz veriyor bro. Söz vermədi. Danışmır da işarəsi bir sənəcə. Murad çox danışır. Sən az danışırsan. Mən orada danışıram. İşte bu segmentdə mən ortadan çəkilirəm. Hə, hə. İşte sən bu adama gəlib çatanda, bundan sonra birinci səni danışdıracağam. Bu adama gəlib çatanda, Murad da mən hər şey demiş oluruq. Adam deyir, hə də yəni bunlar bunu dedi də o sizə əlavə nə deyim? Nə deyim, həqiqətən də yəni. Editdə görəsən də, editdə sən elə yaxın tut mikrofonu. Mənə tut. Editdə görəsən indi özüm həm edit eləyənmiz. Söz verəndə bir dənə bax onun danışdığı fikirlərə.